Bugünkü dərsimizin mövzusu Excel fayllarının müqayisəsidir. Burada iki variant var. Ya faylları bir-birindən tutuşdurursunuz, yəni müqayisə edirsiniz. Yaxud tutalım ki, iki fayl varsa, ikinci faylda olan məlumatları köçürdürsünüz birinci fayla, yəni bir vərəqə və faylın içində məlumatları tutuşdurursunuz, yəni müqayisə edirsiniz. Bugünkü dərsdə biz vərəqdə olan məlumatları tutuşduracağıq. Gələn dərsdə isə faylları da bir-biri ilə müqayisə edəcəyik. Və tutalım ki, indi bizdə belə bir məlumat var. Bu məlumatlar yəni unikal kodlardır, yəni təkrarlanmır. Tutalım ki, birinci faylda belə bir məlumatlar var və sizə ikinci fayl göndəriblər və ikinci faylda başqa bir məlumatlar var, amma bunlar çox oxşardır və müqayisə etmək lazımdır ki, birinci cədvəldə olan kodlar ikinci cədvəldə var, yoxsa yoxdur. Gəl belə eləyək. Buranı kopyalayırıq və burada yerləşdiririk. Deyək ki, burada. Hal-hazırda iki cədvəl eynidir. Ona görə müəyyən dəyişikliklər eləyək ki, bir balaca fərqlənsinlər. Tutalım ki, burada 38 eləyirik 40. Bunu biraz yağlı eləyirəm ki, görəsiz bunlar fərqli olmağını biləsiniz. Keçək tutalım ki, bura 95 eləyək 94. Onu da yağlı eləyirik. Keçək deyək ki, bura keçək 611. Burada da bunu yağlı eləyək. Və axırda 24 eləyək 25. Və bunu da yağlı eləyək. Yəni artıq bu cədvəldə olan 4 kod, yəni bu 4 kod, yağlı olan 4 kod bu cədvəldə yoxdur. İndi bunu necə eləmək olar ki, sistem qısa bir zamanda bu kodları təyin eləsin ki, bunlar burada yoxdur. Yəni bizdə cəmi burada 33 dənə kod var, amma ola bilsin bazı böyük olsun, 2000, 3000, 5000 kod olsun və onları vizual axtarmaq çox çətindir. Keçən dərslərdə biz bu funksiyanı keçmişdik. VPR, VPR. Bu ingilis variantıdır, bu rus variantıdır. VPR. Gəl həmin funksiyanı istifadə edək. Bərabərdir VPR keçirik həmin funksiyanın arqumentlərinə və birinci xanada iskomo значение, yəni hansı dəyəri bu cədvəldə axtaracağıq. Yəni bunu. Hansı cədvəldə? Yəni bu cədvəldə. Və burada məsləhət görürəm, nisbi istinadı mütləq istinaddan əvəz edək. Yəni F4 düyməsini basaq. Belə. Hal-hazırda dəxli yoxdur, çünki mən bütün sütunu seçmişəm. Amma əksər hallarda bunu eləmək lazımdır ki, sürüşmə olmasın. Sütunun nömrəsi bizdə cəmi bir dənə sütundur, ona görə göstəririk 1. İntervalni prosmotr göstəririk 0. Yəni ki, bu kodu dəqiqliyi ilə burada axtarsın. Yəni 1-ə 1. Yəni tam bu şəkildə bu kod burada olmalıdır. Və OK düyməsini basırıq. Bundan sonra dartırıq aşağı və fikir verirsiniz. ND rus dilində gedir net danlıq. Yəni məlumat yoxdur. Bu görürsünüz yağlı olan kodlar burada olmadığına görə bu cədvəldə sistem sizə deyir ki, bu kodlar burada yoxdur. Tutalım ki, bunu qırmızı rəngdə eləmək istəyirsiniz və yağlı, yəni ND-ni qırmızı yağlı eləmək istəyirsiniz. Qaraldırsınız, keçirsiniz Главное, Home tabında Uslovное formatирование, yəni şərtli formatlaşma
Burada geçici pravila выделения ячейки, yəni xanaların seçilməsi, qaydaları və burada другие pravila, yəni başqa qaydalar. Belə bir pəncərə açılır və ikinci sətri seçirsiniz. Formatировать только ячейки, yəni xanalarda səhv olan məlumatı formatlaşdırırsınız. Yəni səhv olan məlumat əgər xanada varsa onu formatlaşdırırsınız. Bax burada göstərirsiniz. Səhv. Endi səhv kimi göstərilir sistemdə. Ona görə burada səhv seçirsiniz. Aşıbki. Format. Formatı yığırsınız. Tutalım ki qırmızı və yağlı. Okey. Okey. Və görürsünüz artıq endələr, yəni niyet danlıq bizdə qırmızı və yağlı olur. İndi tutalım ki siz istəmirsiniz ki burada endə görsənsin. Azərbaycan dilində yazmaq istəyirsiniz. Bunu dəyişmək olar. Bunu necə eləyirik? Gəl indi mən bunu burada göstərim. Sonra birləşdirərik. Belə bir funksiya keçmişdik. Если ошибка, əgər səhvdirsə. Keçən dərslərdə ona baxa bilərsiniz. Onu istifadə edəcəyik burada. Bərabərdir. Если ошибка, bax bu funksiyadır. Və burada göstəririk. Значение xanasında birinci məlumatı. Həmişə birinci məlumatla işləyirsiniz. Yəni birinci sətrin sonra dartınız aşağı. Əgər səhvdirsə, burada dırnaq arası yazırsınız ki, tutalım ki məlumat yoxdur. Məlumat yoxdur. Bax belə. Okey. Dartırız aşağı. Və burada görürsünüz məlumat yoxdur, məlumat yoxdur, məlumat yoxdur, məlumat yoxdur. Əgər bunu da qırmızı yağlı eləmək istəyirsinizsə, seçirsiniz, keçirsiniz həmin əmrə. Amma burada другие правила yox, yəni başqa qaydalar yox. Tekst содержит, yəni burada həmin mətni seçirsiniz. Və görürsünüz artıq qırmızı rəngdə gəlir. Niyə qırmızı rəngdə? Çünki bu belə formatdır. Burada başqa formatlar da var. Yəni sistemin təklif etdiyi 6 format var. Yaxud da özünüz buradan bu əmri seçib pользовательский format, yəni istifadəçinin formatı özünüz formatlaşdırmanı apara bilərsiniz. Mən bunu saxlayıram, okey. Bax belə olur. İndi əgər bu sütunu, artıq bu sütun bizə lazım deyil, bu sütunu yox eləsək, fikir veririz. Nə olacaq? Görürsünüz burada aləm dəyər bir-birinə, hər şey qarışır. Nəyə görə? Çünki bu sütun üzərində qurulub. Görürsünüz, bax burada B2 istifadə olunur. Yəni B sütunu, burada B3 olacaq. Görürsünüz, burada B4. Yəni C sütunu B sütunun üstündə qurulur. Bunu ləğv eləmək üçün əvvəlcə buradakı olan məlumatı bura köçürmək istəyirik. Görürsünüz, burada B2 istifadə olunur. B2-də bizdə nədir? Bu məlumatdır. Ona görə bunu qaraldırıq, seçirik, bərabəri götürmür, lazım deyil. Ctrl-C ilə yaddaşa göndəririk və getdi yaddaşa. Sonra Escape yaxud Enter düyməsini basırıq. Keçirik C2 xanasına və burada B2-nin yerinə həmin məlumatı yerləşdiririk. Silirik və yerləşdiririk. Enter düyməsini basırıq və dartırıq aşağı. Artıq bu sütunu silmək olar. Görürsünüz, burada heç nə dəyişmir. Belə bir variant da var. Tutalım ki, siz istəmirsiniz ki, bu məlumatlar əgər bu bazada varsa, burada görsənsiniz. Artıq burada var da, nəyə ehtiyac var bir də bunu çap edir. Yalnız bu məlumatları görsün. Əgər yoxdursa, burada yazılsın ki, məlumat yoxdur. Yəni bu hissələri yığışdırırıq. Bunu necə eləmək olar? Keçən dərsdə belə bir funksiyada keçmişdik. Если, əgər funksiyasını. Gəl indi bunu yazmamaq üçün təzədən
Bunu kopyalayırıq. Və burada yesli funksiyasını istifadə edirik. Yesli seçdik. Arqumentləri çağırdıq. Yaddaşdan məlumatı qaytarırıq. Burada yazırıq bərabərdir. Dırnaq arası məlumat yoxdur. Yəni əgər məlumat yoxdursa, burada yazırıq məlumat yoxdur. Yəni bu xanalarda məlumat yoxdur yazılmalıdır. Əks halda heç nə yazmırıq. Gəl əvvəlcə 0 yazım. Sonra 0'ı yığışdırarıq. Bax belə. Okey. Dartırıq aşağı. Bax belə. Bundan sonra bu 0'ı buradan yığışdırırıq. Yığışdırdıq. Bir də dartırıq. Təzədən buradan format edə bilərsiniz. Bu variantı gətirə bilərsiniz. Problem deyil. Yəni bunu eləməyəcəyim artıq aydındır. Bax görürsünüz. İşimizi yerinə yetirdik. Yəni burada olan məlumatı bu cədvəllə yoxladıq və olmayan kod haqqında yazdıq ki, məlumat yoxdur. Biz indi burada bu cədvəldə olan məlumatı bu cədvəllə yoxlayırıq. Onun əksini də eləmək olardı. Yəni burada biz nə etdik? Göstərdik ki, bu cədvəldə olan məlumatlar bu cədvəlin içində yoxla. Əksi necə olur? Gəlin çağıraq VPR funksiyasını. Burada onu da göstərəcəyik bu xanada. Bu cədvəldə olan məlumatı və yoxlayır bu cədvəlindən. Belə seçir. Yalnız burada fərq olur da. Bu sütunun əvəzinə bu sütunu axtarırıq və buradakı birinci sətrin əvəzinə bu birinci sətri göstərir. Qalan arqumentlər dəyişmir. 1, 0. Və belə eləsə artıq buradakı olan məlumat burada axtarılacaq. Keçək ikinci varianta. Təkrarlanan dəyərlər. Gəl bunu mən kopyalayayım. Bu məlumatı belə eləyək. Qaraldırıq məlumatı. Keçirik bura. Və burada повторяющие значения, təkrarlanan dəyərlər, yaxud təkrarlanan məlumatlar basırıq. Və görürsünüz, artıq sistem o saat sizə boz fonda qara hərflərlə göstərir ki, hansı məlumat birinci cədvəldən ikinci cədvəldə yoxdur və o cümlədən ikinci cədvəldə olan məlumat birinci cədvəldə yoxdur. Bunu unikal ədədlər seçsəz, bu rənglərin yerləri dəyişəcək. Bozla qırmızı rənglər dəyişəcək yerlərini. Fikir verirsiniz. Unikal. Və artıq sizdə bir bazda olan məlumat, əgər o biri bazda yoxdursa, qırmızı rənglə göstərilir. OK düyməsini basırsınız və artıq məlumatları görürsünüz. Lazım olan məlumatı görürsünüz. Yəni, mən bilən bu üsul birinci üsuldan istifadəçi üçün, yəni təcrübəsi olmayan istifadəçi üçün daha rahatdır. Cəmi 2 əməliyyat edir. Buranı basır, sonra buradan gəlir bura və buradan bu əməliyyatı seçir. Burada isə funksiyalardan istifadə etmək lazımdır. Burada fikir verirsiniz. 3 dənə funksiyadan istifadə edirik. Ona görə biraz çətindir. Bu günə bu qədər. Bununla bugünkü dərsimiz yekunlaşır. Gələn dərsdə mən sizə
faylları yoxlamaq üçün yaxud vərəqdə olan məlumatları yoxlamaq üçün daha 2 üsul göstərəcəyim. Bugünə bu qədər. Təşəkkürlər.